Azərbaycan son illərdə təkcə enerji ixracatçısı kimi deyil, həmçinin ekoloji dayanıqlılıq və resursların səmərəli idarə olunması sahəsində fəal siyasət yürüdən dövlət kimi də diqqət çəkir. Ənənəvi iqtisadi modeldən modern sistemə çevik keçid edən Azərbaycan, dairəvi iqtisadiyyat və yaşıl enerji konsepsiyalarını inkişaf strategiyasının bir parçasına çevirib. Bu konsepsiyaya əsasən ölkəmizdə tullantı və israf minimum həddə endirilməli, təkrar emalsa stimullaşdırılmalıdır. Azərbaycan üçün bu modelin aktuallığı bir neçə səbəbdən izah olunur. Birincisi, ölkəmizdə təbii resurslardan asılı iqtisadiyyatın transformasiyası hədəflənib. İkincisi, ətraf mühitə antropogen təsirlər azaldılmalıdır. Üçüncüsü isə COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etmiş ölkəmizin strategiya və hədəfləri sosial-iqtisadi inkişaf üçün yeni prioritetlərə zəmin yaradır. 7-ci iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konferansında çıxış edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin sözlərinə görə Azərbaycanın təqdim etdiyi 14 təşəbbüsdən 3-ü birbaşa enerji sahəsinə aiddir. Bu da göstərir ki, ölkə artıq neft-qaz mərkəzli yanaşmadan daha balanslı və uzunmüddətli ekoloji inkişaf strategiyasına keçid edir. Ölkəmizin karbon emissiyalarının miqdarının minimuma endirilməsi üçün strateji həlləri də diqqət çəkməkdədir. Artıq son 50 ildə resurslardan istifadənin 3 dəfə artdığını, təbii ətrafların hasilatının və istehsalının isə 4 dəfə artığını göstərir ki, bu da qlobal karbon emissiyalarında 60%-dən çox artma səbəb olmuş bir statistik göstəricidir. Əslində, statistik göstəricilərə nəzər salsaq, məhsul qida zənciri istehsal prosesində ən çox karbon emissiyası yaradan sektor əslində budur. Və bu da təxminən 45%-ə yaxın. Burada isə təkrar istehsal amili ortaya çıxır ki, məhz təkrar istehsal amilindən istifadə edərək tullantıların düzgün idarə edilməsi və s. yollarla bu emissiyaları azaltmaq mümkündür. 2050-ci ilə qədər dünya iqtisadiyyatı xalis sıfıra çatmalıdır. Yəni biz hardasa 55 milyard ton karbondioksid və digər istixana qazları artıq atmosferə atılmamalıdır. Azərbaycan Milli Töhfələr 2 sənədində artıq Şərqi Zəngəzur və Qarabağı xalis sıfır elan edib. Bu çox böyük ərazidir. Biz bunu eləməkdəyik. Bildiyiniz kimi artıq deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi tamamilə yaşıl mənbələrdən təmin olunur. Bu ərazilərdə bizim artıq demək olar ki, 300 megavatı keçən su elektrik stansiyalarımız var. Bunların yüklənmə əmsalı hər zaman su olmur, bilirsiniz, suyun miqdarı müxtəlifdir. Amma hardasa 100 megavatın üzərində bir yüklə işləyən stansiyalar var və hal-hazırda bu regionların daha doğrusu elektrik enerjisi istehlakı 40 megavatın altındadır. Yəni artıq Şərqi Zəngəzur və Qarabağ yaşıl enerji ilə nəinki özünü təmin edir, hətta ölkənin digər regionlarından bunu ötürməklə məşğuldur. Ölkəmizdə bərpa olunan enerji resurslarından istifadənin stimullaşdırılması və dairəvi iqtisadiyyata keçid təkcə müvafiq olaraq iqtisadiyyat, energetika sahələri ilə təmin edilmir. Təhsil sahəsində bu məsələlərin gündəmdə saxlanılması, tədqiqat və innovasiya, yaşıl enerji texnologiyalarına dair layihələrin icrasını daha da optimallaşdıra bilər. Bu mənada ölkə universitetləri arasında müasir dövrün tələbinə çevrilmiş yaşıl universitetlərə transformasiya diqqət mərkəzində saxlanılır. Nizami Gəncəvi adına Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi bu yaxınlarda Özbəkistanın analoji tədqiqat mərkəzi ilə müqavilə imzalayıb. Bugün həmin Özbəkistanın tədqiqat mərkəzinin nümayəndələri də buradadır və düşünürəm ki, son nəticədə universitetlərin yaşıl universitetə transformasiya edilməsi nömrə 1 prioritetlərdəndir və yeri gəlmişkən qeyd edim ki, keçən həftə biz Çində olarkən bu sahədə çox tanınmış Çin təşkilatlarının birində olduq və biz təklif verdik ki, bütün dünya universitetlərinin yaşıl universitetə transformasiya edilməsi üçün vahid bir metodologiya üzərində işləyək və bununla da bağlı mən Green Metrics Rating Agentliyinin rəhbəri xanımla da danışmışam. O da razılıq verib. Düşünürəm ki, belə bir bütün dünya üçün vahid bir yanaşmaya ehtiyac var. Odur ki, tələbələrin ekoloji məsuliyyətli davranışlara təşviqə, bərpa olunan enerji mühəndisliyinə dair maarifləndirmənin gücləndirilməsi də sözügedən sahənin inkişafına ciddi təkan kimi qiymətləndirilir. Zeynəb Mirzəyeva, Hüseyn Bağırov, Real.